Həyat yoldaşı, evladlarının anası məni ora dəvət edir, mənlə görüşür, məni qarşılayır, məni yola salırsa, başqa qadınların qısqanmağı, çıxıb bu şəkildə danışmaqları, şər yaxmaları, yəni yaraşmır, ayıbdır. Yəni Vəfa deyir ki, bu şər böhtandır. Əlbəttə ki, şər böhtandır. Yəni bunu heç danışmağa belə özümə yaraşdırmıram. Bu açıqlamanı verdiyim üçün də çox utanıram. Amma ayıbdır da bu şeyləri efirdə eləməsinlər. Zəng vursunlar, gəlsinlər, görüşsünlər. Mən qaçmıram. Mənim nömrəmi tapmaq çətin məsələ deyil. Yəni bunu sübut eləmək çox asandır da. Yəni bunu efirdə PR üçün eləyirlərsə, o özlərinə də yaraşmır, özlərinə də ayıbdır. Olmaz axı bu şeylər eləmək. Ən azından sənət yoldaşıyıq da. Sənət yoldaşıyıq. Və dünən də elə Zaur Kəmalın verilişində o təbii ki o söhbətlərə yenidən qayıtdı və prodüserunda Mika da özü də sosial şəbəkəsində bir açıqlama verdi ki, yəni o ünvan düz deyil. O sözləri sən öz üzərinə götürürsənmi Vəfa? Atmacaları. Mən belə səs atdım, story çəkmək istədim. And içirdim ki, mən o adamı tanımıram. Sonra dedilər ki, onun sevgisi artıq o deyil, başqasıdır. Söhbət başqa bir bəydən gedilmiş. Vallahi mən bu xanımların sevgililərini qarışdırıram. Bilmirəm söhbət hansı sevgililərindən gedir, kimi qısqanırlar, həqiqətən bilmirəm. Amma mənim həyatım göz qabağındadır, mənim işim göz qabağındadır. Mən Allahın hər günü işdəyəm. Yəni bunların mənə o ünvanladıqları o sözlərlə, o yaraşdırdıqları o insanlarla, yəni o boş bekar olan insanlar bəlkə, yəni ona vaxt tapa bilər. Mənim ona vaxtım da yoxdur. Mənim 2 evladım var. Mən onlara vaxt ayırıram. Klip çəkdirirəm, mahnı çıxarıram, efirlərə çıxıram, hər gün toya gedirəm. Yəni bunların dedikləri ilə mənim həyat tərzim heç, yəni o sözü gedən insanları tanıyırsanmı sən? Yəni fikirlərində tutduqları insanlarla bir tanışdığın varmı? Birinin adını çəkirdilər, elə and içi video çəkirdim ki, Allah and olsun, balalarımın canı, mən o adamı tanımıram, heç bir əlaqəm yoxdur. Mən dedilər ki, söhbət o bəydən getmir. Artıq o xanımın həyatında başqa bir bəy var və başqa bir bəydən söhbət gedir. Yəni bəli, digər o söhbət gedən bəyi tanıyıram. Sənlə bərabər də məclislərində olmuşam. Bu yaxınlarda... İllər, hətta deyim ki, bəlkə sən məndən də qabaq, 2 il bundan qabaq biz onu tanıyırdıq. Çünki onun qızı mənim fanatımdır, ilk dəfə qızının nişanında olmuşam. Ailə olaraq bilirəm ki, Vəfanı sevirlər, mahnılarını sevirlər. Bir mahnısı var idi ki, yəni hətta o sosial şəbəkələrdə onu tez-tez rəqs eləyib paylaşım edirdi. Mən də getmişəm doğum gününə, mən də olmuşam, yəni o bəyin ailə məclisində. Bəli. Yəni biz müğənniyik də, bizi çağırılan yerə gedirik və öz görəvimizi edirik. İndi başqa məsələlərdə bilmirəm. Bir də bir şey deyim, Aytəkin, mən o məclisdə həmin bəyin həyat yoldaşı da oradaydı və o qadınlar ki var, onlar hiss edirlər. Hansı qadın onlar üçün təhlükəlidir. Xanımlar o qədər gözəl hiss edir ki, kimdən ziyan gələ bilər, hansı qadın hansı addımı ata bilər, hara qədər gedə bilər, nəyi eləyə bilər. Yəni o qadın onun